Bir müminin mənfi cəhətlərini yaymaq olar. Bir kişi İmam Musa Kazım əleyhissalamın yanına gəlib soruşdu. Din qardaşlarımdan birinin etdiyi xoşa gəlməz bir işi danışırdılar. Mən onun özündən soruşdum, inkar etdi. Halbuki etibarlı və inanılan bir dəstə insan bu işi ondan nəql etmişdi. Yəni bu adam bir məclisdə oturub, o məclisdə hansısa bir müminin müəyyən bir eybi müzakirə edilib. Bu da gəlib qeybəti edilən kəsin yanına ki, sən belə bir iş görmüsən? Həmin adam da ya utandığından ya da hansısa səbəbdən deyib ki, yox. Bu adam da soruşur ki, indi mənim vəzifəm nədir? İmam buyurdu, qardaşının qarşısında qulağını və gözünü təksib et, yalancı say. Hətta 50 nəfər and içsə ki, o bir işi görüb, o isə etməmişəm desə, ondan qəbul et, onlardan qəbul etmə. İndi əlbəttə burada ictimai və ya cinayət tərkibli məsələ nəzərdə tutulmur, yaxud məhkəmə hüquq sistemindəki şahidlikdə. Burada məqsəd fərdi əməllərdir ki, bir müminin hansısa bir qüsur və eybinin baş verməsi mümkündür. O fasiqdir ki, günahı aşkar edər və əcəb edirəm deyər. İmam isə deyir ki, şəxsi məsələdə mömin qardaşın mən etməmişəm desə, üstünə getmə, bu əməli də şişirtmə. Sonra ardınca buyurdu, heç vaxt onun qüsur və eybi olan şəxsiyyətini məhv edən bir şeyi cəmiyyətdə yayma. Çünki sən o kəslərdən olarsan ki, Allah onların barəsində buyurub, həqiqətən iman gətirənlər arasında iyrənc xəbərlərin yayılmasını istəyənlər üçün dünyada və axirətdə ağrı acılı bir əzab var. Əzizlərim, deməli, Quran belə cəmaatın şəxsi həyatında baş verəcək yaxşı olmayan məsələləri cəmiyyətdə müzakirəsini qadağan edir və ağrı acılı əzabla təhdid edir. İndi danışırlar ki, bir nəfər deyək ki, məsələn, uzun illər alkoqollu içkilərdən asılı idi, tövbə edir, namaza başlayır, məscidə gəlir. Bir gün axund cəmaat arasında deyir ki, ay cəmaat, bax bu kişi neçə il piyanskəlik etdi, indi Allah yoluna gəlib. Əhsən, bax, belə olmaq lazımdır. Həmin adam narahat halda qayıdıb deyir ki, mən şərabxor olduğum halda Allah illərlə mənim günahımı örtdü, abrımı qorudu. Sənsə dərhal mənim eyb və qüsurumu açıb cəmaat içində abrımı apardın. Ona görə də əzizlərim, diqqətli olmaq lazımdır. Çünki abır aparmağın çox sərt ilahi cəzaları var.